açarı stolun üstünə qoyub 5 dəqiqə sonra harda olduğunu xatırlamamaq, telefona baxıb cavablandırmaq istədiyi zəngi dərhal unutmaq, mətbəxə nəsə götürməyə gedib oraya çatanda məqsədini unutmaq, az öncə deyilmiş bir cümləni və ya adı dərhal unutmaq, bir rəqəm, telefon nömrəsi və ya ünvanı eşidib dərhal yazmaq istəyəndə xatırlaya bilməmək, yemək bişirən zaman ədviyyatları, duzu atıb atmadığını unutmaq, təlimat verildikdən dərhal sonra ikinci hissəni unudub yalnız birinci hissəni yerinə yetirmək və s. kimi hallar qısa müddətli yaddaş pozuntusudur. Əsas səbəbləri isə diqqət pozuntusu, əşyaya və informasiyaya diqqət verilmədikdə yada alma qabiliyyəti pozulur. Stres və narahatlıq, beyin gərginlik zamanı informasiyanı emal etməkdə çətinlik çəkir. Həmçinin yuxu pozuntuları, az və keyfiyyətsiz yuxu yaddaşın zəifləməsinə səbəb olur. Zərərli vərdişlər, spirt, siqaret, bəzi dərmanlar, beyin yorğunluğu, uzun müddətli iş, informasiya yükü və s. Vitamin və mineral maddə çatışmazlığı, xüsusən də B qrup vitaminləri olanda, nevroloji xəstəliklər, Alzheimer, damar problemi və s. kognitiv pozuntular da bu problemlərə qısa müddətli yaddaş zəifliyinə gətirib çıxarda bilər.